Sumqayıt şəhərində 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib. Kimyaçı Mədəniyyət Sarayında keçirilən hesabat yığıncağında Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi Təşkilat Məsələləri şöbəsinin 3-cü ərazi sektorunun müdiri Vəfadar Bağırov, Milli Məclisinin deputatları Hicran Hüseynova, Tahir Mirkişili, Mehriban Vəliyeva, Elnarə Akimova, Zaur Şükürov, Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri və qaziləri, eləcə də şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə ümumilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək xatirəsinə ehtiramlarını bildiriblər. Hesabat yığıncağı Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Sonra Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafına həsr edilən film nümayiş etdirilib. Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov hesabat məruzəsində bildirib ki, qürur və iftixar hissi ilə başa vurduğumuz konstitusiya və suverenlikli olan 2025-ci il ölkəmiz, xalqımız və şəhərimiz üçün bol uğurlarla yadda qalıb. 2025-ci il Azərbaycanın müasir tarixində artıq müharibədən sonra yalnız bərpa mərhələsi kimi deyil, şanlı zəfərimizin tam legitimləşdirildiyi, suverenliyin beynəlxalq miqyasda möhkəmləndiyi və dövlətimizin yeni güc mərhələsinə keçdiyi il kimi dəyərləndirilir. Vurğulanıb ki, son illərdə Sumqayıtın davamlı inkişafı sahəsində atılan addımlar Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı üzrə dövlət proqramlarının tərkib hissəsi olmaqla şəhər üzrə kompleks tədbirlərin həyata keçirilməsinə şərait yaratmış, bütün bunlar öz növbəsində Sumqayıtın əsas sosial-iqtisadi göstəricilərinin ilbəil artan dinamika ilə hərəkətinə imkan vermişdir. Ölkəmizin hər yerində olduğu kimi, Sumqayıt şəhərində də böyük abadlıq, quruculuq işləri həyata keçirilmişdir. Prezident İlham Əliyevin həyata keçirdiyi inkişaf siyasətinin tərkib hissəsi kimi Sumqayıtda yeni sənaye komplekslərinin formalaşdırılması xüsusi diqqət mərkəzində saxlanılmış və bu məqsədə nail olunmuşdur. Sumqayıt sürətlə inkişaf edərək regionun ikinci böyük sənaye mərkəzinə çevrilmişdir. Hazırda şəhərdə onlarca kimya və neft kimya, qara və əlvan metallurgiya, maşın qayırma, elektroenergetika, yeyinti və yüngül sənaye, tikinti materiallarının istehsalı müəssisələri fəaliyyət göstərir. Qeyd olunub ki, dövlətin sənaye siyasəti özəl sektorun təşəbbüsləri və investisiya axını şəhərdə yeni müəssisələrin açılmasına şərait yaradıb. Vurğulanıb ki, cari ildə şəhərin sosial-iqtisadi inkişafı daha da sürətləndirilməli, yeni istehsal sahələri yaradılmalı, iş yerləri açılmalı, az-təminatlı ailələrin rifahının yaxşılaşdırılması, əhalinin kommunal xidmətlərinə olan tələbatının ödənilməsi, şəhərsalma və memarlıq ili çərçivəsində və baş plana uyğun olaraq şəhər ərazisində ötən əsrin 40-50-ci illərində tikilmiş şəhərin 4-cü, 15-ci, 16-cı, 17-ci, 20-ci və 21-ci məhəllələrdə eyni ilə inşaatçılar və kotec qəsəbəsi ərazilərində istismar müddəti başa çatmış, yararsız yaşayış binalarının və qəzalı yataqxanaların sökülməsi və orada yaşayan sakinlərin yeni təmirli mənzil sahəsi ilə təmin olunması nəzərdə tutulur. Hesabat yığıncağında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi Təşkilat Məsələləri şöbəsinin 3-cü ərazi sektorunun müdiri Vəfadar Bağırov, şəhərin sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlər, əhalinin məşğulluğu, sosial rifahın yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirləri məqsədə uyğun hesab edərək, şəhər icra hakimiyyəti başçısının hesabatını yüksək qiymətləndirərək, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2025-ci il ərzində həyata keçirdiyi dövlət siyasəti, strateji islahatlar və ölkənin qarşısında duran yeni hədəflər barədə ətraflı məlumat verərək, şəhərin gələcək fəaliyyətinə dair prioritet istiqamətləri xüsusi olaraq qeyd edib. Daha sonra Sumqayıt şəhər icra hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov hesabat məruzəsi ilə çıxış edib. O bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və məqsədyönlü sosial-iqtisadi inkişaf strategiyası nəticəsində 2025-ci ildə Sumqayıt şəhərində də bütün əsas sahələr üzrə müsbət inkişaf dinamikası qorunub saxlanılıb. İl ərzində şəhərin iqtisadi göstəriciləri artıb, sənaye və qeyri-neft sektoru inkişaf etdirilib, yeni istehsal sahələri yaradılıb, əhalinin məşğulluğunun təmin olunması istiqamətində mühüm addımlar atılıb. Eyni zamanda sosial infrastrukturun yenilənməsi, abadlıq quruculuq işlərinin genişləndirilməsi, kommunal xidmətlərin keyfiyyətinin yüksəldilməsi və şəhər təsərrüfatının müasir tələblərə uyğunlaşdırılması istiqamətində ardıcıl tədbirlərin həyata keçirildiyi vurğulanıb.
şəhər prokuroru Mürvət Həsənov, Abşeron Xızı Regional Təhsil İdarəsinin müdiri İlhami Abdullayeva, millət vəkili Elnarə Akimova hesabat yığıncağında məruzələrlə çıxışlar ediblər. Çıxışlarda 2025-ci ildə görülən işlər təhlil edilib, uğurlarla yanaşı problemlər də sadalanıb, onların həlli ilə bağlı təkliflər irəli sürülüb. Sonda hesabat yığıncağının iştirakçıları adından Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyevə müraciət qəbul edilib, müraciətin mətni iştirakçıların diqqətinə çatdırılıb. Elvin Qudrətov, Şəmstan Fikrətli, Elbrus İsmailov, bugün informasiya proqramı üçün.